Salam uşaqlar, indi isə 4-cü başlamızdan tanış oluruq. İnduktiv müqavimət. Təbii ki, induktivlikdən söhbət gedirsə, eli biz ağlımızda tuturuq ki, deməli bu düsturlarda el olmalıdır. Fi bərabərdir eli yazdıq. Bu zaman nə edirik? İ'nin yerinə el vurulsun, i maksimal kosinus omega t'dən istifadə edəcəyik. Omega t. Daha sonra uşaqlar biz bilirik ki, fi'dən törəmə alanda nəyi alırdıq? Biz bilirik ki, fi'nin törəməsi, mənfi törəməsi bizə induksiya elektrik hərəkət qüvvəsini verir. Bu zaman biz törəməni alsaq, deyirik ki, eli maksimum kosinus omega t'dən törəmə alsaq, kosinusun törəməsi mənfi sinusu verəcək, mənfi qarşıda yazılır. El, i maksimalı yazdıq, omegamız öz yerində, indi isə nə yazırıq? Sinus omega t. Uşaqlar, epsilon, bu nədir bizim? Elektrik hərəkət qüvvəsi. Biz bilirik ki, bu bir növ gərginlik rolunu oynayır. Gərginlik rolunu oynayırsa, mən bunu U kimi yaza bilərəm. U bərabərdir epsilon i, o da bərabərdir nəyə? Fi ştrixə. Bunları modulda yazaq. Fi ştrix. O da bərabərdir nəyə? Biz dedik ki, mənfi el, i maksimum, omega, sinus, omega t. Uşaqlar, indi isə U maksimal üçün düstur yazaq, bunun düsturunu. U maksimal bərabərdir nəyə? Biz bu ifadədən görürük ki, U maksimalımız bizim artıq buradakı ifadəmiz olacaq. Görürsünüz? Çünki U bərabərdir, bu U maksimal sinus omega t olmalıdır. Deməli, bu qarşıdakı bütöv ifadə bizə U maksimalı verir. Onda yazacağım omega el vurulsun xl. Bu şəkildə. Yəni, U maksimalın ifadəsi budur. Daha sonra nə edirik? Uşaqlar, biz bilirik ki, Ohm qanunundan bilirdik ki, U bərabərdir, i vurulsun evə. Üzülürsən uşaqlar, burada bir dənə səhvə yol vermişəm. Bu i maksimalımızdır bizim. Bu i maksimaldır. I maksimal vurulsun evdir. U'muzun ifadəsi. Deməli, U maksimal bərabərdir. I maksimal vurulsun ev. Deməli, burada ev rolunu nə oynayır? Omega elimiz oynayır. Deməli, evin rolunu burada omega el oynayır. Burada artıq biz ona ev demirik. Omega el nəyə bərabərdir? X elə. Biz deyirik, bu bizim nəyimizdir? İnduktiv müqavimətimizdir. İnduktiv müqavimətin ifadəsini bu şəkildə yazırıqsa, digər düsturlarını da yaza bilərik. Omega el. Omega'nın yerinə 2 pi bölünsün t vurulsun el yazaram və yaxud da 2 pi nü el şəklində də yaza bilərəm. Uşaqlar, bundan əvvəlkində yadımdan çıxdı, mən qrafikləri qeyd eləməmişəm. X elimiz t'dən 2 versus tərs asılıdır, amma eldən, nüdən düz mütənasib asılıdır. X el. Daha sonra uşaqlar, burada mən əgər XL-in vahidini çıxartsam, biz yenə də deyirik ki, müqavimətin vahidi 1 ohmdur. Sadəcə əgər düsturdan bu ohmu atsam burada nə olacaq? Omega'nın vahidi hertzdir. Vururam. İnduktivliyin vahidi isə bizə nəyi verir? Henry'ni verir. 1 Henry vurulsun hertz. Və yaxud da mən hertzi 1 bölü saniyə kimi yazsam, Henry bölünsün saniyə şəklində də ala bilərəm. Keçən dərsdə nə baxmışdıq vahid olaraq? Demişdik ki, saniyə bölünsün farad idi. İndi isə biz dedik ki, ohm həm də Henry bölünsün saniyə də bərabərdir. Ya saniyə bölü farad yazırıq, ya da Henry bölünsün saniyə. Hər ikisi ohma bərabərdir, yəni ohmun açılışıdır. Uşaqlar, indi isə qrafikə baxırıq. Biz keçən dərsdə demişdik ki, kondensatorda nə eləmişdik? Birinci U gəlirdi, gərginlik gəlirdi. Əlbəttə ki, gərginlik o mövzunun əsasını təşkil edirdi. Birinci gərginliyi çəkdik, sonra i-nin qrafikini çəkdik. Burada isə artıq elə olmayacaq uşaqlar. Burada induktiv müqavimətdir. Görürsünüz, i hərfi. I hərfi ilə yadda saxlaya bilərsiniz. İnduktiv müqavimət isə birinci nə gələcək? I-nin qrafiki gələcək. Birinci biz yenə kosinusdan başlamışdıqsa, yenə də kosinusdan, yenə də maksimaldan başlayıb davam etdiririk qrafiki. Bəs U-nun qrafiki necə olacaq? Təbii ki, biz bilirik ki, pi bölünsün 2 dəfə yenə də qabaqlama olacaq. Ona görə də U-muzun qrafiki məhz bu şəkildə çəkərik. Keçən dəfəkinin sanki əksidir.
Uşaqlar, deyə bilərik ki, demişdim, yenə də koordinat oxu ilə yadda saxlayırdıq. Qabaqda olan hansıydı? Bu i-nin qrafiki buradaydısa, u-nun qrafiki görürsünüz, buradan da adicə görmək olur ki, u-nun qrafiki hansı tərəfdədir? Daha qabaqdadır koordinat oxundan. Yəni burada qabaqlayan nədir? Gərginliyin vəksləri. O gərginliyin vəksləri cəryan şiddətinin vəkslərini pi bölünsün 2 dəfə qabaqlayır. Sonra bir dənə də önəmli bir faktor qeyd edeyim ki, eyni yuxarıdakında, yəni tutum müqavimətində olduğu kimi induktiv müqavimətdə də necə olur? İnduktiv müqavimətdə də yenə də bizim deyirik ki, aktiv müqavimət olmadığına görə istilik ayrılmır. Aktiv gücümüz də nəyə bərabər olur? 0-a bərabər olur. Uşaqlar, indi isə 5-ci və sonuncu başlığımız haqqında danışaq. Tam dəyişən cərəyan dövrəsi üçün Ohm qanunu. Bilirsiniz, uşaqlar, tam dəyişən cərəyan dövrəsi ümumi dövrədir. Burada həm bizim rezistorumuz var, həm tutum müqavimətimiz, həm də induktiv müqavimətimiz öz yerini tapır. Deməli, uşaqlar, tam dövr üçün biz əgər Ohm qanunu yazsaq, bu zaman bizim ümumi müqavimətimiz kök altında f kvadrat plus x minus x-in kvadratına bərabər olur. Uşaqlar, əgər burada bizim tutum müqavimətimizlə induktiv müqavimətimiz bir-birinə bərabər olarsa, biz deyirik ki, burada rezonans baş verəcək. Və həmin bizim bu ifadələrimiz ən böyük qiymətini almış olacaq. Uşaqlar, niyə ən böyük qiyməti almış olur? Çünki təsvir edeyim, bunlar bir-birinə bərabər olsa, artıq bu ifadəmiz 0-a gedəcək. 0-a gedərsə, müqavimətimiz sadəcə kök altında f kvadrat qalacaq və biz i-ni tapanda u maksimal bölünsün müqavimət yazdığımıza görə məxrəc nə qədər kiçik olsa, bizim ifadəmiz, yəni cərəyan şiddətimiz bir o qədər böyük olmuş olacaq. Buna görə deyir ki, bu ən böyük qiyməti almış olur. Biz bunu aça bilərik. Kök altında f kvadrat üstə gəlinsin. X-nin yerinə 1 bölünsün omega s yazsaq, çıxarıq omega l-in kvadratını. Bax, bu şəkildə də yazmaq mümkündür. Yaxşı, biz əgər buradan i maksimal tapmaq istəyirsə, ifadəmiz hansı formaya düşəcək? I maksimal bərabərdir u maksimal bölünsün z, yəni ümumi dövrənin müqaviməti. O da bərabərdir. Biz buradan u maksimalı yuxarıda yazarıq. Aşağıda nə yazarıq? Aşağıda təbii ki, bax, bu ifadəmizi gətirib orada rahatlıqla yerinə qoya bilərik. Bu şəkildə. Deməli, biz ifadəmizi aldıq. Bunu qapalı şəkildə x çıxılsın, xl formasında da yazmaq mümkündür. Yaxşı, uşaqlar, əgər biz bunu yazdıqsa, müqavimət haqqında yazdıqsa, biz bunu eyni düsturu gərginlik üçün də yaza bilərik. U bərabərdir. Kök altında u r-in kvadratı plus u s çıxılsın u l-in kvadratı. Uşaqlar, eyni yuxarıda olduğu kimi burada da u s-ni əgər biz u ilə bərabər eləsə, ifadəmiz, yəni cərəyan şiddəti ən böyük qiymətini almış olacaq. Sonra burada həmçinin transformator barədə də biz danışmalıyıq. Transformatorumuzun şərt işarəsini göstərdik. Uşaqlar, əgər burada n1 sayda dolaq varsa, görürsünüz burada dolaqlar var. n1 sayda dolaq varsa, digərinə n2 deyək. n1 dolağın olduğu yerdə biz u1 yazırıq, n2 dolağın olduğu yerə isə u2 yazırıq. Transformator nə üçün bizə lazımdır? Yadda saxlayırıq. Transformator gərginliyi, dövrəyə gələn gərginliyi artırıb azaltmaq üçün mütləq şəkildə lazımdır. Bu nə deməkdir? Məsələn, stansiyadan tutaq ki, məsələn, Mingəçevir elektrik stansiyasıdır. Buradan müəyyən bir gərginlik gəlir, düzdür? Uşaqlar, biz o gərginliyin, gələn gərginliyi nəyirik? Ayırırıq və o dövrələr vasitəsilə artıq evlərə və yaxud da o, necə deyim, obyektlərə artıq paylanmış oluruq, düzdür? Ona görə də bizə burada dolaqların sayı gərginliklə birbaşa olaraq asılıdır. Nə qədər dolağın sayı çox olarsa, orada gərginlik çoxdur. Dolağın sayı az olarsa, deməli çox olandan az olana göndərilirsə, deməli orada gərginliyi artıq paylanmış oluruq, azaltmış oluruq. Uşaqlar, niyə dedim n-lə u birbaşa əlaqəlidir? Çünki yəni bunlar bir-birinə
ilə əlaqəlidirsə birbaşa, deməli düz mütənasib asılı olacaq. Çox vaxt qarşıladığımız məqam odur ki, görəsən n ilə u düz idi yoxsa tərs idi? Həmişə yadda saxlayın. U gərginliyi birbaşa olaraq elə dolaqların sayından asılıdır. Harada dolağın sayı daha böyüdürsə, gərginlik orada daha böyüdür. Harada dolağın sayı kiçikdirsə, gərginliyimiz orada kiçikdir. Bir də onu da yadda saxlayaq ki, transformatorun iş prinsipi elektromaqnet induksiya qanununa əsaslanır. Elektromaqnet induksiya qanununa əsaslanan bu mövzuda başqa bir iş prinsipi olan bir cihazımız da var idi ki, o da bizim generatorumuz idi. Yəni həm generator, həm də transformator ikisi də elektromaqnet induksiya hadisəsinə əsaslanır. Uşaqlar, daha sonra burada nəyə baxırıq? Əgər biz dedik ki, U və N'imiz düz mütənasib asılıdır. Yaxşı, bunlar haqqında nə yazırıq? Uşaqlar, gərginliyin neçə dəfə artıb azaldığını göstərən kəmiyyətə biz transformasiya əmsalı deyirik. Və bir də təkrarlayıram. Gərginliyin neçə dəfə artıb azaldığını təyin etmək üçün biz transformasiya əmsalından istifadə edirik. Transformasiya əmsalını K-la işarə edirəm. O zaman mən burada N1 bölünsün N2 yazsam, nə yazaram? U1 bölünsün U2 şəklində yazaram. Bax, bizim ifadəmiz. Deməli, N ilə U necə asılıymış bir-birindən? Düz mütənasib asılıdır. Uşaqlar, yadda saxlayaq. Əgər N1-imiz böyüdürsə N2-dən. Bu nə deməkdir? Uşaqlar, N1 N2-dən böyüdürsə, deməli, əvvəlcə gərginlik daha böyüdür. Sonra neynədir? N2 yəni azaldısa, gərginlik də azaldı. Onda bu deməkdir ki, uşaqlar, artıq bu transformator nə oldu? Alçaldıcı transformator oldu. Yəni dolaq çox olan yerdə daha çox gərginlik var idi. Gərginliyi azaltdıq. Azaltdıqsa deməli bu alçaldıcı transformatordur. Uşaqlar, N1 N2-dən böyük olsa, bax biz buradan rahat şəkildə görə bilərik ki, onda K nə olacaq? K böyük olacaq 1-dən. K 1-dən böyük olanda biz dedik necə transformator olacaq? Alçaldıcı. Yaxşı, K kiçik olsa 1-dən necə olacaq? Onda bu nə olacaq? Yüksəldici transformator olacaq. Səbəbini də siz bildiniz ki, K nə vaxt 1-dən kiçik olar? Məhz N1 kiçik olsa N2-dən, o zaman bizim K'mız da 1-dən kiçik olacaq. Onda da biz deyirik ki, bu yüksəldici transformatorumuzdur. Daha sonra uşaqlar, bir dənə xüsusi qeydimiz var. Qeydimiz nədən ibarətdir? Bax, burada bir dənə qeydimizi göstərək. Uşaqlar, transformatorda tezliklər bir-birinə bərabər olur. Tezliklərimiz bərabər olur. Bundan əlavə, ən önəmli məsələlərdən biri də güc də burada sabit qalır. Gücümüz neyir? Sabit qalır. Sabit qalır. Uşaqlar, gücü biz nədən işarə edirik? Təbii ki, güc P hərfi ilə işarə olunur. Əgər güc sabit qalırsa, ifadəmiz bu şəkildədir. P1 bərabərdir P2. Onda biz bu ifadəni uşaqlar açsaq, biz P-nin düsturunu əvvəlki mövzulardan bilirik. I1 U1 idi, bərabərdir I2 U2-yə. Onda əgər mən buradan asıllığa baxsam, I1 bölünsün I2 yazsam, nəyə bərabərdir? U2 bölünsün U1-ə bərabər olmuş olacaq. Uşaqlar, bu da o deməkdir ki, gərginliklə cərəyan şiddəti necə asılı bir-birinə tərs mütənasib asılıdır. Onda mən əgər burada I-dən asıllığı yazsam, olacaq I2 bölünsün I1 şəklində. Mütləq şəkildə bax, bunları yadda saxlamaq lazımdır. Bundan əlavə sonuncu bir dənə də bu haqda yazaq və bununla da mövzunu yekunlaşdırırıq. Burada hər bir mövzuda olduğu kimi, burada da əgər burada bir iş prinsipindən danışırıqsa, təbii ki, burada faydalı əmsalımız olacaq. Faydalı əmsalını yenə ETA ilə işarə edirik, faizlərlə ifadə olunacaq. Faydalı əmsalımızın düsturu P2 ikinci gücü birinci gücə bölürük, vururuq 100%. Sonra biz bilirik ki, onda bərabərdə nə yazacaq? P2 yerinə I2, U2, aşağıda isə I1,
U1 vurulsun 100% kimi ifadə edə bilərik. Bax bu şəkildə. Bu da bizim transformator haqqında məlumatımız.